Hansı şaurma növünə üstünlük verirsiniz? Lavaşda yoxsa çörəkdə? Lavaş, ancaq lavaş. Və şaurmanı ümumiyyətlə sevirsiniz? Bəli, bəli. Hansı şaurma növünü sevirsiniz? Böyük çörək, şaurma, çörəkdən. Ən çox hansı ingredientlərə görə alırsınız bu şaurma? Şaurmaya dad verən əsasən o xüsusi sosudur. Buna görə də biz o sosa görə şaurmanı çox sevirik. Lavaşda sevirsiniz şaurmanı yoxsa çörəkdə? Fərqi yoxdur, hər ikisi dadlıdır. Niyə sevirsiniz bu yeməyi? Sosu çox dadlı, əti çox dadlıdır. Bəs ingredientləri içində ən çox olsun dediniz də bəyənirsiniz. Hər şey, çörəyi, hər şey çox dadlıdır. Şaurma ətin şaquli şişdə fırladılaraq bişirilmə üsuluna verilən addır. Bu ad bişirmə texnikasını birbaşa təsvir edir. Ərəb mənşəli bu söz türk dilində çevirmə mənasına gəlir. 15 yanvar bütün dünyada şaurma günü kimi qeyd olunur. Ən çox yeyilən fast food yeməklər sırasında bəlkə elə ən birincilərdən şaurmadır. Çünki tərkibində olan xüsusi sos və ingredientləri bizi dad səyahətinə çıxardır. Yanında içilən ayran isə şaurmanın olmazsa olmazıdır. Fərqli ölkələrdə müxtəlif üsullarla hazırlanan şaurma toyuq, dana və ya quzu ətindən olur. Şaurmanın hazırlanmasında ən vacib məqamlardan biri ətinin marinad olunması və xüsusi sosudur. Və sos özü necə hazırlanır? Şaurmanı xüsusi eləyən nədir? Şaurmanı xüsusi eləyən onun xüsusi sosudur. Bir də ətin xüsusi bastırmasıdır. Bir usta onun tərkibində olan turşu, ingredientlər turşudur, turşu xiyardır, kartuşka qızarmışdır, bir də sosdur, toyuq əti, xüsusi marinadlanmış toyuq əti. Lavaşda olur, çörəkdə olur, qabda olur. Dediniz ki, onu xüsusi eləyən sosudur. Bəs bu sosun ingredientləri, sirrini paylaşa bilərsiniz? Yox, onun sirri paylaşılmır, çox təəssüf, o xüsusi bizə məxsusdur, ona görə bu biz sirr olaraq saxlayırıq. Təbii ki, israr etmirik, çünki hər aşpazın, ustanın öz sirləri var, amma xüsusilə yeniyetmə və gənclərin ən sevdiyi fast food hesab edilən şaurmanı ev şəraitində də hazırlamaq mümkündür. Sağlam şaurma hazırlamaq istəyiriksə, yaxşı olar ki, ət hissəsini qrildə hazırlayaq və ya airfryerdə da ola bilər. Daha sonra bol tərəvəz əlavə edək, çünki lifli qidalar bizim bağırsaq mikrofloramızda dəstəkləyəcək və sosları mayonezlə deyil, zeytun yağı, sarımsaq və limonla və ya alma sirkəsi ilə hazırlayaq. Bu şəkildə daha sağlam şəkildə marinad olmuş olacaq və təbii ki, yanında əgər kartofla servis edəcəksə, bu kartofu sobada hazırlayaraq biz şaurmanı nuş edə bilərik. Pəhrizdə olanlar isə bəzən çörək və lavaşı kahı ilə əvəz edirlər. Bir sözlə, zövqünüzə və ağız dadınıza uyğun hazırlayıb nuş edin. Nigar Babayeva, Orhan Turabov, Telesəhər.